Salam dəyərli izləyicilər. Növbəti xəstəmizi kolonoskopiya etməyə hazırlaşırıq. Xəstəmizin 27 yaşı var, kişi xəstədir. Şikayəti qarında ağrıdan və ishaldandır. Bəli, xəstəmiz illərdir ishaldan əziyyət çəkir. Əgər bir ishal şikayəti 4 həftəni keçibdirsə də xronik ishaldır. Xronik ishalın mütləq səbəbi tapılmalıdır. Hər zaman deyirəm, xəstələr gələndə anamnez toplayırıq, həm nəcis analizi, həm qan analizi, həm də əlində tutduğum endoskopla kolonoskopiya müayinəsi mütləqdir. Biz nəcis analizi vermişdik, bəzi göstəricilər yüksək çıxdığı üçün kolonoskopiya müayinəsinə uyğun gördük və indi həyata keçirdəcəyik. Hər zaman soruşursunuz, kolonoskopiya müayinəsi kimlərə göstərişdir? Keçməyən ishal, qəbizlik, qarın ağrısı, nəcisdə qan şikayəti xüsusilə də varsa da mütləq kolonoskopiya müayinəsi olunun. Heç bir şikayətiniz yoxdursa da, 40 yaşı artıq doldurmusunuzsa da mütləq bu müayinəni etdirməyə çalışın. Çünki balaca poliplər olur, yeni yaranan törəmələr, bunlar gələcəkdə böyük fəsadlara yol açır. Bağırsaq xərçəngindən qorunmaq istəyiriksə, həmin o poliplər aşkarlanıb götürülməlidir. Xüsusən də ailəsində kolon xərçəngi olan insanlar mütləq bu müayinəni 40 yaşından sonra elətdirməlidir. Müayinəmizə başlayaq. Yuxarı hissələr gül kimi idi, tərtəmiz idi. Lakin aşağı hissədə xoralı kolitlə uyumlu görünüm var və xəstə də ona görə nəcisdə qan görür. Bu xəstəni bu mərhələdə aşkarlamaq, tapmaq, diaqnoz qoymaq çox yaxşıdır. Çünki xəstəni biz tez remisyona sala biləcəyik. İlkin mərhələdə xəstəyə müdaxilə hər zaman yaxşı effekt verir. Çünki bağırsağın yuxarı hissələrinə yayılmayıbdır, aşağı hissədədir. Bəzən yerli müalicələr belə yetərli olur. Ona görə xoralı kolit diaqnozunu təsdiqləmək üçün indi biopsiyaları almalıyıq və bunu patostoloji müayinəyə göndərməliyik. Kolonoskopiya müayinəmiz yekunlaşdı. Xəstəmiz heç bir ağrı hiss eləmədi, çünki anesteziya altındaydı. Ağrısız, acısız yekunlaşdırdıq.